Bir adam artıq işi işdən keçib, əl qolundan tutub qiyamət günündə cəhənnəmə aparırlar. Mötəbər hədisdir bu. Deyir, bəndə dayanır, getdikcə arxaya baxır. Bu ki, günahkardır, günahı savabından çoxdur, bunu cəhənnəmə aparırlar, dayanır, arxaya baxır. Allahdan nida gəlir, mənim mələklərim, buraxın onu görüm, nəsə sözü var deyəsin. Qiyamət günündə deyərlər, saxlayın bunu. Bu cəhənnəmə getmək istəmir, nəsə sözü var. Deyir, xəcalət içində baxar, deyir, ilahi, heç gözləntim bu deyildi, mən o da atasan. Mən cəhənnəmə aparasan. Heç gözləməzdim. Mən başqa şey gözləyirdim səndən. Gözləyirdim, məni bağışlayasan. Allahdan nida gələr ki, buraxın onu. Ondan sonra deyər ki, İzzət və Cəlalman da olsun, yalan deyir.